Natiq müəllim, məsələ burasında ki, biraz beli tikəlib, qəddi əyilib elə onların mətbuatını izləmək kifayət edir ki, onlar vəziyyətlərinin nisbətən özlərini düzəltmiş, qamətlərini düzəltmiş kimi görünürlər. Amma fakt bir başqa, bax indi bugünün xəbərləri odur ki, Ukrayna irəliləməyə başlayıb. Bax, sizcə Donald Trumpın əslində çabası budur ki, atəşkəs olsun. Ukrayna tərəfi buna razılaşdı, amma Rusiya tərəfi əksinə. Biraz da irəli getmək, biraz da Kurskda özünüz gördünüz hansı döyüşlər getdi. Sizcə bax bu sülh təşəbbüslərinə bu şəkildə cavab vermək Rusiya müharibə mi istəyir? Yəni Rusiyanın bu qədər gücü varmı? Məncə əksinə, bəlkə də Ukraynadan daha çox istəyir atəşkəsi. Sadəcə bilirsiniz, Putin biraz onun psixotipi də başqadır da. Az qala 26-cı ildir ki, hakimiyyətdədir də. 99-cu il yanvarın 31-də Yeltsin yeni il qabağa dünyaya və Rusiyaya sürpriz elədi, öz varisini təyin elədi, getdi hakimiyyətdə. Yəni bu 25 illik bir diktator, avtoritar lider Trumpın bir kəlməsi ilə eşq olsun, gəlin həll eləyək, imzalayaq deyə bilərdimi? Öz nüfuzunu qorumaq üçün naz eləməlidir. Bu naz da müəyyən, belə deyək də, öz cəmiyyətinə də mesajlar verməlidir. Düzdür, avtoritar ölkədir, düzdür, seçki yoxdur demək olar ki, formaldır. Amma orada qəribə bir fenomen yaranıb. Putinin özünün yaratdığı Urapatriotik qüvvələr var ki, artıq özü onların gürovuna çevrilməyə başlayıb. Hətta belə. Bəli, çünki o Urapatriotik qüvvələrə sən Amerika işləyirsən, Qərbə işləyirsən, Qərbərəsən deyə bilmir. Onlar Duginçilərdir, onlar başqalarıdır. Yəni bu ideoloji biraz əsasları var. Hətta Girkinə qədər bu dəqiqə Putini tənqid edir də, yəni belə məsələlərdə. Ona görə bax, o patriotik, Urapatriotik qüvvələrin girovuna çevrilməsin deyə, onları öz arxasına alsın deyə müəyyən dərəcədə güclü görünməyə məhkumdur. Ona görə hərbi geyim geyinir, ona görə Kurska gəlir, generalam, ayaqdayam, mən komandanam, bu mesajı verir. Həmən də razı ola bilməzdi. Həmən də atəşkəsə razı olsaydı deyəcəkdilər. Bunda sual çıxırdı da, bu müharibəni niyə elədik biz? Söhbət hansısa bir kəndin, 5 kəndin, 10 kəndin alınmasından mı gedirdi? Bir vilayətin alınmasından da. Amma söhbət nədən gedirdi? Söhbət gedirdi ki, Ukraynanı Belaruslaşdırmaq. Ukrayna Belarus fason bir dövlətə çevrilməli idi. Yəni ən böyük arzusu buydu. Bu alınmasa, heç olmasa Qaradəniz sərhəddinə bağlamaq Ukraynanı. Odessa, Nikolayev, İzmail və s. bütün o torpaqları alaraq Qaradənizlə əlaqəsini kəsmək heç biri alınmadı. NATO'nu qovmaq alınmadı. Finlandiya və İsveç bəli, gəldi. Biraz da tezləşdi elə belə. İndi öz xalqına nəyisə satmalıdır axı, bir uğur hekayəsi satmalıdır da. Bu uğur hekayəsi nə olacaq? Artıq mən izlədikcə görürəm onların təbliğatçılarının tezislərindən. Azov dənizi bizim daxili dənizimiz oldu. Biz Donbasda Rusları qoruduq, torpağımız genişləndi və s. və s. və s. Amma orta və uzun vadədə baxanda Rusiya o qədər başına bəla alıb ki, bu torpaqları işğal etməklə. Ən son bir maraqlı detal deyim də sizə. Çünki dünyada hər şey iqtisadi hesablamalarlandır və iqtisadiyyatın üzəri, iqtisadiyyat təməldir, siyasət onun üstüdür həmişə. Mariupol şəhəri var idi da, ilk işğal olunan şəhərlərdən biridir. Oranın bir tək mərkəzini bərpa eləyiblər, bir tək mərkəzini Ruslar. İndiyənə qədər xərclənən vəsait təqribən 180 milyard rubuldur. Yəni, bir şəhərin mərkəzini, hətta bir kiçik bir hissəni bərpa eləyiblər. Heç 7.000-6.000 insan təqribən yaşayır orada. İndi təsəvvür edirsiniz, o dağıdılmış, yerlə bir olmuş, Donetsk var, Lugansk var, Zaporojye, Xersonun. Onları tikib, qurmaq, infrastruktur yaratmaq nə qədər trilyonlarla vəsait lazım. Trilyonlarla, elə belə milyardlarla da. Bu elə bir Rusiyanın boynundan asılmış bir yükə çevrilir. O ki qaldı, mən hərbçi deyiləm. Hərbi əməliyyatları şərh etmək mənim, belə deyək də, bacardığım və bildiyim bir şey deyil. Amma bir məntiqlə düşünmək lazımdır. Son vaxtlar hər iki tərəfdən hücumlar artıb. Çünki bu danışıqlar masasında yerini möhkəmləndirmə əməliyyatı deyirlər. Əlində güclü sola, bəli, danışıq soluna güclü getmək istəyir. Ukrayna indiyənə qədər olmadıq qədər hər gün dron göndərir Rusiya ərazisinə, yenidən nefta bazaları, hava limanlarını vurur. Eyni şeyi Rusiya deyir. Kurskdan çıxardılması Putinin üçün nəyə vacib idi? Çünki əgər söhbət gəlib artıq atəşkəsdən sonra növbəti addımlara çatanda ərazi mübadiləsi məsələsi ümumiyyətlə ortalıqda olmasın. Ona görə də 10 minlərlə qurban verdi Ruslar və Sucadan çox doğrudan da hərbi olaraq oranı təmizləməyə
demək olar ki, nail olublar. İndi bir tək məsələ qalıb. Oradakı qalan qruplaşmanın Ukraynaya çəkilməsi məsələsi. Elə günü bugün Ukrayna hərbiçilərinin bir xəritəsi çap olundu. Artıq Suca və ətrafı Rusların nəzarətində olduğu etiraf olunur. Orada məsələ ondan ibarətdir ki, iki böyük qruplaşma mühasirəyə düşüb. O mühasirədən çıxmaq lazımdır. Ukraynalıların, bəli. Onlardan çıxmaq lazımdır. O mühasirələrdən çıxmaq lazımdır. Çünki Putin bütün dünya qarşısında elan elədi ki, onlar ya məhv ediləcək, ya da onlar əsir götürüləcək. Trump da zəng elədi, xahiş elədi ki, onları burax. Ondan sonra bir daha çıxdı və dedi ki, mən onlara zəmanət verirəm, çıxsınlar, silahları qoysunlar, biz onları sonradan dəyişərik. Yəni Rusiya, Ukraynanın əlində də yüzlərlə, minlərlə əsir var. Onları dəyişərik. İndi bu dəyiş-düyüş əməliyyatı olmasın deyə, mənə elə gəlir ki, Ukraynalılar oradan çıxmağa çalışır. Ruslar da buna biraz üzlərini o tərəfə çevirməyə çalışırlar ki, yəni üzümüzü çevirdik, çıxın. Yəni siyasət budur. Bağlı qapılar arxasında o qədər elə danışıqlar olur ki. Yəni çox güman ki, əməliyyat budur. İndi gəlin biraz məntiqi gəlişdirək də. Çox təəssüf ki, Ukrayna indiki durumda 91-ci il sərhədlərini bərpa eləyə bilmir. Mümkün deyil. Deməli, Ukrayna daha ağıllı davranmalıdır. Necə ki, 94-də Azərbaycan ağıllı davrandı. Ateşkəsə mütləq getməlidir. Yəni, ateşkəs biz imzalayanda, mən tələbə idim o vaxt. Bizim tələbə qruplarımız var idi. Belə çox aqresiv idi, millətçi idi, döyüşkən idi. Biz az qala ağlamaq tutmuşdu ki, uduzduq. Torpaqlarımız getdi, biz işğal altında qalacağıq. Belə çox öfkə var idi. O dönəmin əsəb var idi. Amma nə baş verdi? Ateşkəs, ardınca əsrin müqaviləsi, 26 illik siyasət, nəticədə torpaqlarımızı işğaldan azad eləmək. İndi Ermənistan, daha doğrusu Ukrayna üçün də eyni bir şərait yaranır. Bax, Trump'ın o nadir metallar anlaşması, hansını ki yazığı sağdan da soldan da təhqir eləyirlər. Təhlükəsizlik, çünki yoxdur orada o nadir metal. 500 milyard, mən iqtisadçı olaraq sizə deyirəm ki, orada nadir metallar yoxdur. Həm də ona görə biraz daha əminliklə deyirəm ki, mən 2016-dan 18-ci, hətta 19-un əvvəlinə qədər Ukrayna universitetləri ilə birgə Ukrayna hökuməti üçün məsləhətləşmə qrupunun üzvü olmuşam. Universitetlərdə dərs demişəm, seminarlarda iştirak eləmişəm, müxtəlif görüşlərin iştirakçısı olmuşam. Bugün Ukrayna siyasi elitasının bir çoxları ilə şəxsi görüşlərimdə olub. Yəni, o nadir metallar haqqında məlumat 86-cı ildən bəlli idi. O xəritələr var idi. Sadəcə onu oradan çıxartmaq o qədər baha başa gəlir. O qədər böyük investisiya və güc lazımdır, texnologiya lazımdır ki, Ukrayna onu getmirdi. Trump indi yatdı yuxusunda görmədi ki, orada nadir metal var. Yəni o nadir metallar anlaşması varsayın ki, bizim əsrin müqaviləsi kimi bir şeydir. Yəni Ukraynaya yatırım olmalıdır. Əgər orada doğrudan da 500 milyard dollarlıq nə vaxtsa nadir metal çıxarılacaqsa, onu çıxartmaq üçün 400 milyard dollar yatırım qoymaq lazımdır ki, bu yenə Amerikanın birbaşa gəlməsi. Əlbəttə. Yəni onu qoruma çətiridir. Onun da səbəbi odur ki, Amerika NATO-ya qəbul eləyə bilmir Ukraynanı. Bu nüvə müharibəsidir. Amerika ora ordu göndərə bilmir Ukraynaya. Bu da nüvə müharibəsidir. Deməli, nə lazımdır? Geosiyasi və geohərbi çətiri, geoiqtisadi çətirlə əvəz etmək. Bax, bu baş verir indi və mənə elə gəlir ki, Ukrayna buna getməlidir ki, güclənsin və post-Putin dönəminə hazırlarsın. Və bunun ən vacib ayağı budur. Əgər Ukrayna bunu bacarsa, korrupsiyasız, yüksək inkişaf etmiş bir ölkə qursa, 5 il, 10 il, 15 il, 20 ildən sonra o torpaqlara yenidən qayıda bilər. O torpaqları yenidən işğaldan azad eləyə bilər. Hətta ya diplomatik yolla, bilmir yaxı post-Putin dönəmində nə olacaq? Nələr baş verəcək? Bilmir.